Bir də Kəpəzi qeyd edək, son olaraq Kəpəzlə bağlı Turan Tovuzdan xal aldılar. Qarabağı məğlub etdilər. Son turda, əvvəlki turda Sabaha son dəqiqələrdə komanda qol buraxdı 0-1 hesabı ilə. Zirə ilə ötən turda komanda yenə son dəqiqələrdə qələbəni əldən verdi. Azər Bağırov görünən odur ki... Yaxşı yerə toxundun əslində. Bəli. Biz çox vaxt neft, yəni çempionluq uğrunda gedən mübarizədən falan danışırıq. Azər Bağırova qarşı, yəni və Gəncə komanda Kəpəzə qarşı haqsızlıq kimi çıxmasın. Həqiqi sözün həqiqi mənasında Azər müəllim çox gözəl, yəni komanda yaradıb artıq, yəni hətta deyim ki, onun öz komandası deyildi bu. Yəni təhvil aldığı komandaydı. Yəni Azər müəllimin də haqqını verək. Sözün həqiqi mənasında Kəpəz komandası özəlliklə ikinci dövrədə möhtəşəm çıxış eləyir. Yəni təbrik eləyirik həm Azər Bağırovu, həm Kəpəz komandasını. Bəli, həqiqətən xoş sözlərə layiqdir və xüsusi məqam ondan ibarətdir ki, Ahmet, heyətdə cəmi 6 legioner var. Legionerlərin əksəriyyəti ilə yollar ayrıldı bildiyin kimi. Rüsum da imkan vermir yeni legionerlər gətirməyə. Komandanın özəyini yerli futbolçular təşkil edir. Yəni deyirəm də bu Azər Bağırovu həqiqi mənada gördüyü işi qiymətləndirməliyik. Çox yaxşı iş görüb. Bəli, bəli. Növbəti dəfə Kəpəzin dadına çatmağı bacardı. Məncə də düşünürəm ki, hətta komandanı play-offa düşməkdən belə xilas eləyə bilər. Şanslar kifayət qədər böyük. Çoxdur şans.